Bəlkə də bu kanaldakı ilk belə səsli videolarımdan biri olacaq, çünki çoxdan da video çəkmirdim və buna bir növ axıtım da yox idi, amma indi bu videonu çəkmək qərarına gəldim. Deməli, bugünkü videonun mənası, yəni çox sadə, çox bəsit bir əslində mövzudur. Oyundakı ən güclü 3 karakterdən danışacağıq. Təbii ki, bu oyun modlarına görə fərqlənir, oyun pozisiyalarına görə fərqlənir. Əgər anında videolardan xəbərdar olmaq istəyirsənsə, kanala abunə olub bildirimləri aşağıdan açmağı unutma. İstəyirsənsə, bir dənə də like at, video qabağa çıxsın. İstəyirsənsə, videoya keçək. Bəli, mənim ən xoşladığım 3-cü karakter təbii ki, Amber'dır. Yəni, dediyim kimi, bu moddan moda dəyişir. Yəni, oyunda ən yaxşı 3 karakter yox da, mənim ən çox istifadə elədiyim 3 karakter kimi olur. Amma yenə də bu karakterlər mənə görə ən yaxşı 3 karakterdir. Yəni, bildiyim, Amber'ın aksesuarı Melody'nin özəlliyi kimidir. Yəni, ətrafında dönən çəmbərlər fırlar ki, bu da atıcıların sizə qarşı bir şey eləməməyinə gətirib çıxardır. Yəni, onun öz özəlliyi belə tankları əridir, uzaq məsafədir. Yəni, bir karakter düşünün, həm tankları əridir, həm atıcılara qarşı nəsə eləyə bilir, həm də uzaq məsafədir. Yəni, bu çox güclü özəllikdir. Məncə, Amber hələ ilk gəldikdə çox güclü karakter idi. Yəni, onu demək olar ki, heç səs dayandıramırdı. Düzdür, ilk gələndə çox karakter güclü olur, çox güclü olur. Sonradan nerfləyirlər. Amber'da nerfləyən karakterlərdən biri olub. Amber nerfləyəndə mən həqiqətən pis olmuşdum. Amber'ın da məndə Amber de la Vega ilə minik şeytan Amber var kostyumlərindən. İndi isə istəyirəm nə istifadə elədiyimi göstərdim. Alevlərin dansı təbii ki, burada ən yaxşı seçimdir. O birisini əvvəllər işlədirdim, çünki aksesuarım yox idi. Kalkan olaraq mən niyə hız almışam özüm də bilmirəm. Yəni onu səhvən almışam, çox güman ki. Amma mən sizin yerinizdə olsam gizəmli eşya, yəni bunu istifadə eləyərdim. Bu çox qəşəngdir. O birisi eşya olaraq da təbii ki də kalkan istifadə edirəm. Kalkan lazımlıdır. Hiperşarjım da yoxdur gördüyünüz kimi. İkinci mənim ən xoşuma gələn karakter də təbii ki, Rico'dur. Çünki bir şey ki, mərmiləri o qədər o yana bu yana gedir ki, yəni hər mərmi başına yıldız gücü ilə 250, belə deyək də, 250 daha çox hasar verir. Aksesuarı da çox OP-dir. Yəni yanına girən adamları tank olsun, atıcı olsun, nə olur olsun əridir. Çox güclü hasar verir. Əvvəllər soyğun modunda bu etkisizləşdirmə kalkanı yox idi. Onda daha çox etkili idi. Yəni daha tez maçlar bitirdi. Amma sonradan güncəlləmə ilə düzdür, Rico'nun bu aksesuarının mənası o qədər də qalmadı. Amma yenə də işə yarayır. Yəni aksesuarı təsəvvür edin 25% apara bilir. Çox güclü karakterdir. Həm uzaq mənzilə çox yaxşıdır, həm divarlarda çox yaxşıdır, həm bir sözün super karakterlərdən biridir. Mənim çox xoşuma gəlir oynamaq. Kostyum olaraq çox kostyum var bunun. Atış böcəyi Rico'dur, bölüm sonu Rico'dur, duellocu Rico'dur, hökmdar Rico'dur, mücəffər hökmdarı Rico, kırmızı ceketli Rico, hələ o birisi kostyumları da var hələ. Amma təbii ki, ən xoşuma gələn bu arada kostyumu Mühafız Rico'dur. Çünki Mühafız Rico sözün əsl mənasında həm köhnə vintage kostyumlərindən olub, həm də belə nə bilim çox qəşəng görünür. Amma ümumi olaraq mən mücəffər hökmdarı Rico istifadə edirəm. Aksesuar olaraq bayaq dediyim kimi çoxlu top atar, çox sayı, çox qəşəng. Beşirmə sürəsi də çoxdur, amma eşya ilə onu biraz həll eləmək olur. Eşya olaraq kalkanı istifadə edirəm, çünki canlı çox azdır. Mənə görə çox azdır. Yıldız yüzü olaraq da bayaq da dediyim kimi o super zıfır, onu istifadə eləmək məncə daha çox məntiqlidir. Amma yenə deyirəm, baxır oyun moduna. Əgər tək hesablaşma oynayırsınızsa, tək hesablaşma oynamaqdan xoşunuz gəlsə, ikinci yıldız gücü olan mekanik qaçışı istifadə edə bilərsiniz. O bir video var idi, indi bilmirəm, tapsam qoyaram. Çox qəşəng istifadə olunur həmin o yıldız gücü tək hesablaşmada. Hiperşarjı çox güclü hiperşarjdır. Altının var, amma almaq istəmirəm. Və ən xoşuma gələn, ən güclü karakterlərdən birincisi Colt'dur. Xoşuma gələn deməyim əslində, məncə oyunun ən qəşəng karakteri Colt'dur. Yəni, düzdür, indi metalarda Lumi var, nə bilim, Chester var. Yəni, əslində Chester də qoya bilərdim bura. Chester məncə top 4-ə girər. Məncə 4-cü ən yaxşı karakterlərdən biridir. Hələ mənim Chester'ı 35 rank elədiyim SS-lər də var. Tapsam qoyaram. Yəni, bildiyin uzaq mənzildir. Yəni, mərmilərinin biri 720 vurur. Yəni, onu da neçədən atır, bilmirəm, 8-dən atır, neçədən atır. Yəni, onların hamısını tutturanda bayağı bir hasar verə bilirsən. O da baxır, yəni, sənin öz oyunçuluğu və əgər oyunçuluğun yaxşıdırsa, Colt'u qəşəng oynaya biləcəksin. Düz, indi burada yorumlarda yazmayın ki, burada oto basımsan, yəni nağarmısan.
Burada mən təbii ki, kompüterdə oynayıram. Kompüterlə telefon tamamilə fərqlidir. Telefonda sən VASD ilə oynamırsan, telefonda yəni öz sensorla oynayırsan, orada daha çox çətinliklərlə üzləşə bilirsən. Amma burada yəni çox qəşəngdir. Telefonda daha doğrusu. Burada indi oto basmağımın səbəbi odur. Hələ burada da oto basa-basa telefonla oynayan adamı 9 canla alırlar. Bu kostyum da Korsan Colt kostyumu mənim dəhşət çox xoşum gəlir. Hələ keçən ildə bir dəfə gələn kostyumdur bu. Aksesuar olaraq təbii ki, hızlı dolma istifadə edirəm, amma siz ikinci aksesuardan da istifadə edə bilərsiniz. İkinci aksesuar əsasən tək hesablaşmada daha çox işə yarayır. Eşya olaraq mən həmişə kalkandan o birisi aksesuar hızlandırma istifadə edirəm. Yaylı çizmələr istifadə edirəm, amma bu ikinci yıldız gücünü istifadə edənlər mənə görə oyunçu deyil. Yəni o dəhşət çox güclü eləyir, yəni ona heç ehtiyac da yoxdur. Hiperşarjdakı adi bildiyiniz hiperşarjdır. Video bu qədər idi. Videonun sonuna qədər əgər izləmisinizsə aşağıdan bir dənə like qoymağı unutmayın. Bu mənim ilk səsli videolarımdan biri idi. Belə ümumilikdə də əgər belə videoların davamının gəlməsini istəyirsinizsə, məndə ideya qıtlığı var. İdeya verin aşağıda yorumlara ki, nə videolar çəkməliyəm, hansı videolar çəksəm daha məntiqli olar. Aşağıdan kanala abunə olmağı və videoya like atmağı da unutmayın, çünki videonu qabağa salan əsas faktorlardan biri budur. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.